düz daha Şabaşa gəlmişdi toya o günləri. Mən toy oxuyurdum. Gəlib Şabaşa Allaha and olsun. Kişilərin içinə düşüb, Futsitinin oğlanların içində. Da o dəli kürdə var idik, o bir mənzərə var ha. Nə oxsa yaxşıdır. Ehtiz ədaqətlidir, Şəmkirlin oğlanları. Bilir ki, Şəmkirlər də pul verəndə. Belə kənardan baxdın. Dedim uşaqların atasının dövründə sən gəlib kişilərin içində bu hoqqanı çıxardardın. Yox. Sən gör, bu gədə nə günə qoydu. Bu gədə nə gün səhnədə oxudu, düşüb kişilərin içində ehtiz ədaqətlidir, Şəmkirlin oğlanları. Şəmkirin oğlanları da 1 manat vermədilər buna. Ondan sonra başkalarının adını buraya yazmayın. Onlardan mövzu gedəndə danışaram onlardan. Ondan sonra şey oldu. Ondan sonra deməli nəyə gətirirəm sözü. Burada da payım verdim. Siz Afəti yaxşı tanımırsınız. Xanımlar gördü. Onun da neyse o şeylər şey eləməyim. Xanıma yaraşmaz onları. Burada canlı yayında spam eləyərlər həm də. Oradan atmaca atırdı oxuyan oğlana. Dedim az oxuyan oğlan. Böyle şoka düşdü. İnanmadı ki böyle. Bir dənə də mık eləsəydi mikrofonu belə hazırlamışdım. Yanında bir xanım var idi. Dedi qurban olum. Həm də ki qurban olsun da ev sahibinə. Biz toya dava salmaya getməmişik ki. Ay dostlar, efirdə çıxıb yekə hegemon monitor dalında Cekcana dönən sıçoğula dönmüşdü də. Yəni sıçoğul nətər sulu sıçoğul olur, belə tir-tirəsən. Nələr dedim. Dedim sən ümumiyyətlə danışma. Sən Allaha and olsun Gürcüstanını saxlayır dostlar. Mənim acığıma gedib Gürcüstandan bir kişi də yox, tüşü tap, tüşü. Öz kişiyə ərə getdi. Tüşü nədir? İndi də mən demişdim, bizim əslində sizinlə bir uğrumuz var idi ki, o tərəfdə ailəni bərpa elədik deyirəm, düzdür. Amma gəldi bu tərəfdən bu tüşünün arvadını boşatdı. Zaksa düşüblər, gizlin yolla, yaxında sürpriz eləyəcəklər sizə. Zaksı göstərib, Türkiyədən güya indi öz aləmində düşmənlərinə yandı qındı verəcəklər. Az elə bil ki, Alendelona getmisən, kimə getmisən ki, getdiyin, mənim yoldaşım gəlin məhəlləsini kərəntləyir, 50 manata. Kimdir ki o? Bəli, demişlərə gedəcəm, analiz vermişdilər, 3 aydan sonra indi Zaksa düşüblər. Allaha and olsun, bambılı bir gədə. 1 il, 2 ilə yaxın vaxt qoyuram, acığa düşüb 2 il, bir xeyli özünü saxlayacaq da, ayrılmayacaq mənim sözümə görə. Mən bunu açmasaydım 5-6 aya boşanasıydı. Amma yaxşı oldu, gədə bunu qəşşək yiyəcək. İndi bunu yükləyib, quruzlayıb, aparıb qohumunun tikdiyi binalarda evə yazdırıb. Da işləyir, Şabaşa gəlir, girir, o 5-3 manat qazandığını da aparır, verir o şeylərə. Yaxşı eləyib deyəndə yaxşı özü bilər, pis eləyib. Mən ayıldıram buradan. Bilirsiniz necə? İnsan səhv eləyə bilər, gərək ona səhvini deyəsən də. Təhqir eləmirik, bir şey eləmirik.